Xoş gördük əziz dinləyicilər. Deməli, biz nəyin şahidi olduğu dönəmləri Özbəkistan prezidenti Şavkat Mirzəyevlə Avropa Komissarlığının rəhbəri, yəni Avropa rəhbərlərinin birlikdə görüşü və yüksək əməkdaşlıq, iqtisadi əməkdaşlıq, siyasi, demokratik, hüquqi əməkdaşlıq haqqında bir memorandum imzaladılar. Halbuki biz bu memorandumu illərdir fırladırıq və nədənsə bunu imzalamamağa çalışırıq ki, bunun da nədəni əlbəttə ki, sizə aiddir. Əlbəttə, mən buradan Özbəkistanı və Özbəkistan xalqını təbrik edirəm. Onlar da türk dillidirlər, onlar da Azərbaycan xalqı ilə qardaş xalqlar. Orta Asiyanın Avropaya inteqrasiyasının biz şahid oluruq. Hər halda bu insanlar axmaq deyirlər. Bir vaxt vardı bizimkilər deyir ki, biz Orta Asiyaya inteqrasiya etməli. Amma bu günləri Orta Asiya özü Avropaya inteqrasiya edir. Avropaya inteqrasiya etmək nə qədər vacibdir öz xalqları üçün, artıq bunu onlar da dərk ediblər. Amma çox təəssüflər olsun ki, biz illərdir Avropa Birliyi ilə əməkdaşlıq etməyə çalışırıq, fırladırıq, Avropanı da fırladırıq, onun hüquqlarını da fırladırıq, istər Avropa məhkəməsinin qanunlarını da həyata keçməsinə imkan vermirik. Amma bugün bizim üzərimizdən gəlib keçən Özbəkistan tez bir zamanda Avropa ilə belə bir əməkdaşlıq sazişini imzalamış oldu və nə olur olsun, hara fırladırıq, hara qaçırıq, bu mütləq bir gün baş verəcək. Çünki bu günləri Azərbaycanın istər təhlükəsizlik baxımından, istər hüquq baxımından, istərsə də iqtisadi baxımdan ən layiqli yeri Avropa Birliyindədir. Bu ləyaqəti yalnız ona məxsusdur. Çünki bu gün bizim qonşularımız da elə bir vəziyyətdə deyil ki, və yaxud da ona alternativ bir cəhbə yoxdur ki, gedib o alternativ cəhbədə tam hüquqlu bir üzv kimi olaq. Bütün cəhbələr bugün iki yerə bölünüb, demokratik və diktatura cəhbəsinə. Təşəkkür edirəm diqqətinizə görə.